ilə o da saxlanmayıb elə şəkildə. Məsələn, basketbolla, üçüncü basketbolun oxşar cəhəti desəm, nə götürərsiniz? Nə götürürəm? Səbətin ölçülərini götürürəm. Amma səbətin qeybət edirsən ki, meydanda bir dənə səbət var, iki səbət yox. Saniyə qaydası var. Saniyələr 3 saniyə. 5 saniyə qaydalarını götürək. Daha sonra 5 yaşadlıq xəttimiz var, eynidir. 6.75-lik cərimə atışı eynidir. Uğurlu cərimə atışına 1 xal verir, cərimə atışı da eynidir. Yəni, onların hamısını qeyd edə bilərik. Fərqli cəhət desəm, fərqli cəhət olaraq nəyə götürərsiniz? Komandanı, yəni Oyunçunun folqeyi yoxdur, ilk öncə bunu götürərsən, meydançalar verilir, bir səbəblə oynanılır, oyuncu sayılır. Oxşar cəhət bilirsiniz nədir? Oyuncu dəyişikliyindən məhdudiyyət yoxdur. Oxşar cəhət nədir? Hər ikisində ehtiyat oyuncusu gəlməsi olar. Əsas odur ki, əsas oyuncusu olsun. Oxşar cəhətimiz bir də nədir? Hər ikisində əsas oyuncumuz nədirsə, elə həmin o əsas oyuncu ilə oyuna başlayır.